Challenge 12'dəyiz gençler. Deməli, çoxunuzun yaralı yeri olan, ay müəllimə, mən nə bilim bu feillərdən sonra məstərimi işlədim, Gerundmu işlədim, müəllimə, mən bu feilləri yadda saxlaya bilmirəm deyirsiniz, əminəm, eşidirəm bunu sanki. Bugün mən sizə onun xüsusi yadda saxlama texnikasını deyəcəm. Baxın, sizin üçün öncədən yazmışam burada. Ən çox lazım olan feillər hansı ki, özündən sonra məstər, yəni to ilə feil işlənir. Bu feilləri istəyir. Baxın, biz bir niyyət edirik və onun üçün əlimizdən gələni edirik, onun üçün çabalayırıq, düzdür? Bax, gəlin bir niyyət edək, to buy a new house, yeni bir ev almaq və biz bu niyyət üçün çabalayaq. I accept, gəlin cümlələr, bax, cümlə tərkibində yadda saxlayın. Baxın, 12 dənə və 16 dənə niyyət edəcəm. Baxın, I expect to buy a house, I agree to buy a house, I ask to buy a house, I plan to buy a house, I offer to buy a house, I decide to buy a house, I hope to buy a house, I wish, I arrange, I promise to buy a house, I would like to buy a house, I would prefer to buy a house, I refuse to buy a house, I choose to buy a house, I order and I know how to buy a house. Bilirəm evi necə alacamsa. Baxın, bu şəkildə, bu cümlələr vasitəsilə sən to özündən sonra məstər istəyən feilləri möhtəşəm şəkildə yadda saxlaya bilərsən. Deməli, məstərdə niyyət var, gələcəyə istinad etmə var. Növbəti challenge-da isə gerundu necə yadda saxlayaq, onu öyrədəcəm.